Bayramda qonaqlarım üçün süfrə açmışdım, sizinlə də bölüşmək istədim. İlk öncə çox sevdiyim və cəmi 3 ərzaqdan ibarət olan salatımı hazırlayıram. Bunun üçün toyuğun döşəti, qoz və kişmiş lazım olacaq. Ləvəngiçliyimizi də hazırlayıb soyuducuya göndəririk. Bir gün öncədən bastırma etdiyim toyuqları Sezar üçün bişməyə qoyuram. Qaynayan suya düyünü əlavə edib plovumu hazırlayıram. Qazmaq üçünsə yuxadan istifadə edirəm. Fikrimdə ətli bilinciklər və siqara börəyi var idi. Təəssüf ki, bilincikləri çatdırmadım, amma siqara börəyini hazırladım. 2 içlikli elədim. Birini göyərtili və pendirli, digərini isə sadəcə pendirli. Pendirli börəklərdə həm ağ, həm də Holland pendirindən istifadə etdim. Qızartdım. Daha sonra isə qonşumun hazırladığı paşteti doğradım. Reseptini almışam, sizinlə də bölüşərəm. Salatımı qablara yerləşdirdim və keçdik əsas yeməyə. Bir gün öncədən kənd toyuğunu turşu, duz və istiotla bastırma etmişdim. Ləvəngini yerləşdirirəm, toyuğun üzərinə kəsiklər atıram və onu yağlı kağızla, daha sonra isə folqaya bükürəm. Kənd toyuğundan olan ləvəngini sobada yalnız bu halda bişirirəm. Digər hallarda sevmirəm, çox quru alınır. 2 saat sonra bişdiyinə əmin olarsam, o zaman üzərini açıb qızarmağa göndərirəm. Mən Sezar salatını da hazırladım, süfrəmi qurdum, qonaqlarım gəldi. Ardını çəkə bilmədim yaxşı, amma ümumi hazırlığım belə idi. Siz də mənim kimi qonaq qarşılamağı sevirsiniz.